Salam hörmətli izləyicilər. Deməli mənə dünəndən yazırlar ki, a mehman, bu Hikmət Hacıyevin ağzını cıran kimdir? Tanış olun, bizim Nardaranlı balası. Nardaran Oğraş Emin Ağalarovla tanınmır. Bax belə mərd oğlanlarla tanınır. Ələmdar, xoş gördük və sənin çoxları bu gün tanıyacaq. Mən sənə xalqın adından təşəkkür edirəm ki, Hikmət Hacıyevin, İlham Əliyevin ağzın payını verdin. Niyə qorxdular? Niyə suallardan qorxub qaçdılar? Bunu biz eləmədik. Bunların üzünü rüsvay eləyən Allah oldu. Şükürlər olsun Allaha ki, istədiyimizə biz yox, Allah nail oldu. Mən bir şey fikir verdim həmin videoda. Hikmət Hacıyev sənə deyirdi ki, bəs niyə gəlib Qarabağda döyüşməmsən? Və sənin çox gözəl cavabın oldu ki, mən əsgərlikdə olanda Bala Heydər Londonda kayf eləyirdi və Hikmət bu cavabdan sonra qorxub qaçdı. Niyə qorxub qaçırlar? Axı İlham Əliyev, Hikmət Hacıyev həmişə deyirdi ki, onlar bomba oğlandı. Öz aləmlərində cəmiyyəti bu cürlə, məsələn üçün dövlət məmurlarını göstərirlər ki, göyə bu insanlar xalqa xidmət edirlər. Əksinə biz orada video kadrda nə görürük? Hikmət Hacıyevin mənə sualı olur ki, cənab İlham Əliyev görürsünüz torpaqlarımızı azad elədi. Mən də deyirəm buna ki, xeyr, cənab prezident yox, kasıb-küsubun balaları azad elədi. Düşünürsünüz, bunlar xalqın dilindən danışmağa belə cəsarətləri yoxdur. Onlar deyə bilmir ki, bəli, bu günləri həmən o kasıb, ələ ayaq olmayanın balaları getdi o 20% torpaqlarımızı işğaldan azad elədi. Bunlara tapşırırlar ki, gödün hər bir yerdə Ancaq İlham Əliyev. Bu Hikmət, Ceyhun, Vilayət Eyvazov, bunlar hamısı İlham Əliyevin sadiq itləridir. İzləyicilərin sualıdır. Niyə onların üzlərinə tüpürmədin? Bunu çoxları bu sualı verir. Bəy, bir sənəcəsi bizim belə, mən biraz inancılı olduğuma görə etika gözləyirəm, o etikaları gözləyirəm. Ona görə ki, sözümü də onlara yedizdirdim. Şərt deyil ki, mən onların üzünə tüpürdüm. Mən pakulturni üzlərinə tüpürdüm. Kulturni. Bəli. Amma bu məsələni mənə burax da. Mən haçan onlarla rastlaşsam, mən söz verirəm ki, mən onların üzlərinə tüpürərəm. Əlimdar, vətən xainləri əslində kimlərdir? Vətən xainləri odur ki, bu günləri xalqın malını, hüquqlarını tapdalayanlardır. Uşaq pulu verməyənlərdir. Bəli, xalqın azadlığını əlindən alıb, xalqın səsini boğanlar vətən xainidir. Sən niyə qorxmadın? Nədən qorxusu? Allah bizim ürəyimizə xof salmadı, yəni qorxu salmadı ki, yəni sənin qabağında duran dövlət məmuru ola bilər, ancaq o da sənin kimi bir insandır. Aysa. Sən çəkinmədən söz verdiyin nə olur?